Değerli izleyiciler, sizlere güzel bir mekanda, yani güzel bir belə bir mekanda, hündür mərtəbəli, qazlı, liftli bir binada, ideal bir polnu əşyalarıyla bir yerdə, dəyərindən çox ucuz bir qiymətə satışa çıxmış mənzil təqdim eləyirəm ha. Mənzilimiz Xırdalan şəhərinin elitni yaşayış kompleksinin birindədir. Baxın, açarı da bir tək bizdədir, Güvən Əmlakda. İstəsəz bizimlə əlaqə saxlaya bilərsiniz izləyicilərimiz. Nömrəmi bərbaşdan qeyd edirəm sizlər üçün. 070 893 90 90 mobil nömrəsi ilə əlaqə saxlayın. Bir tək açar bizdədir izləyicilərimiz. Əmlak haqqında fikri ciddi olan bəylər, xanımlar, müştərilər zəng eləyə bilər. Təqdimat elədik sizə, görürsünüz belə bir gözəl mənzərədən. Gedək mənzilin içərisində məlumatı sizdən ora verək dəyərli dostlar. Gəldik, çıxdıq möhtəşəm mənzilimizin içərisinə. Qiyməti açıqlayıram sizlər üçün. 75.000 manata deyir əmlak sahibi. Yaxşı indirim nəzərdə tutulub. Şok bir indirim yəni eləyəcək. Evdən bir tək bu televizor götürüləcək. O da cehiz olduğu üçün. Qalan hər əşyası qalacaq evin içərisində. Şəxsi əşyalardan başqa. Gözəl qonaq otağımızdır. Normal baxın, stolumuz burada. Divan burada, divarda twist stand, böyük kondisioner, hər bir şərait var da. Günü bugün bu evi elə alıb ən azından 450 manata aylıq kiraya verə bilərsiniz. İsitmə sistemimiz kombi. Qaz lift var. Hündür mərtəbəli binanın, baxın bir də deyirəm, orta mərtəbəsində yerləşir. Orta mərtəbə, orta belə deyək mənzildir. Qıraq mənzil deyil, ideal bir təmirdir. Evimizin əsas giriş qapı alanı, baxın, əsas girişdən daxil olarkən çöl qapımız dəyişilib, seyf qapı ilə əvəz olunub. Solda qalır, üzr istəyirəm siz tərəfindən deyim, solda qalır gözəl mətbəx. Görürsünüz, səliqəli bir mətbəximiz. Kim alsa Allah xeyirlisini nəsib etsin. Belə gözəl evlər üçün bizə zəng eləyin. Satsaz da zəng eləyin, alsaz da zəng eləyin, köməklik göstərək. Qapının ağzında belə bir xudmani bir şkaf. Geniş sanuzelimiz. Gözəl yataq otağımız. Yataq otağından eyvana çıxışdı. Eyvanı gəldikdə təqdimat eləyərik sizlər üçün. Görürsünüz, şifoneri, taxtı, tumuçkası, bəzənmək üçün olan termosu, hər şəraiti var. Diqqətinizə görə təşəkkür edirəm.